Təhrim surəsi. Rəhman və Rəhim Allahın adıyla. Bismillahirrahmanirrahim. Ey Peyğəmbər, zövcələrinin rəğbətini qazanasan deyə Allahın sənə halal bildiyini niyə özünə yasaq eləyirsən? Günahlardan keçəndir, rəhimdir Allah. Andlarınızı geriyə götürmək üçün kəffarə təyin eləmiş sizə Allah. Sizin dostunuzdur Allah. Hər şeyi biləndir, müdrikdir o. Zövcələrindən birinə, Ayşəyə Peyğəmbər gizlicə söz demişdi. Gizli deyilən sözü sir saxlamayıb faş elədi o qadın. Bunu Peyğəmbərə bildirdi Allah. Peyğəmbər də ona vəhiy olunanın bir qismini söylədi, bir qismini söyləmədi. Gizli sözü faş eləyən zövcəsini sorğuya tutdu. Bunu sənə kim bildirdi? Söylədi o qadın. Hər şeyi bilən, hər şeydən xəbərdar olan Allah bildirdi mənə. Dedi Peyğəmbər Ayşəyə, Hifsəyə, daha sonra Peyğəmbərin bütün zövcələrinə müraciətlə, ikiniz də Allaha tövbə eləyin, günaha batmış ürəkləriniz. Peyğəmbərin əleyhinə çıxsanız, bilin Allahdır onun dostu, Cəbraildir yaxşılardan olan, möminlərdir, mələklərdir ona yardım edənlər. Sizi boşayarsa Peyğəmbər əgər, özlərini Allaha təslim eləmiş, mömin, itaətkar, tövbə və ibadət eləyən, oruç tutan və sizdən daha yaxşı olan dul qadınları, bakirə qızları verər ona Rəbbi. Ey iman gətirənlər! Özünüzü, arvad uşağınızı, yanacağı insanlar və daşlar, bütlər olan oddan qoruyun. Daş ürəkli, qolu zorlu mələklər məsuldur bu odun yanmağına. Bu mələklər Allahın əmrindən çıxan deyillər. Onlara deyiləni dərhal eləyərlər. Ey kafirlər! Daha üzür diləmək dəmi deyil. Bugün yalnız gördüyünüz işlərə əvəz olaraq sizə cəza verilər. Ey iman gətirənlər! Ürəkdən tövbə eləyin, tutun üzünüzü Allaha. Bəlkə suçlarınızdan keçə, içindən çaylar axan cənnətlərə sala sizi Rəbbiniz. Peyğəmbəri və onunla birgə iman gətirənləri Allahın xəcil eləməyəcəyi gün onların önünə, sağına iman nuru işıq salar. Nurumuzu kamala yetir, suçumuzdan keç bizim. Sən hər şeyə qadirsən Rəbbimiz, deyər onlar. Ey Peyğəmbər! Kafirlərə, münafiqlərə qarşı cihad elə, sərt davran. Onlara sən, gedəcəyi yer cəhənnəmdir onların, pisdən pis yerdir ora. Nuhun arvadına, Lutun arvadını kafirlərə misal çəkər Allah. Əməli salih bəndələrimizlə nikahda ikən ərlərinə xəyanət etməmişdi hər ikisi. Allahın bunlara verdiyi əzabın qarşısını ala bilməmişdi ərləri. Cəhənnəmə girənlərə qoşulun deyilmişdi o qadınlara. İman gətirənlər
üçünsə Fironun arvadını nümunə çəkər Allah. Rəbbim öz yanında cənnətdə mənim üçün bir ev düzəlt. Fironun əlindən, onun əzabından qurtar məni. Zalimlərin əlindən al məni, demişdi bu qadın. Məhrəm yerini qorumuş olan İmran qızı Məryəm də bir nümunədir. Onun məhrəm yerinə ruhumuzdan üfürmüşdür. Təsdiq eləmişdi Rəbbinin kəlamını. Kitablarını Allaha ürəkdən itaət edənlərdən idi bu qadın. Allah dünyadakı bütün insanları müttəki qulları eyləsin, salih bəndələri eyləsin. Amin.